İzleyiciler, hürmetli Azerbaycan halkı, bugün yanvar ayının 15'i Sarazlar Narlı kent sakini yapın üzvü şehit ailesi Aliyev Hakkıverdi Gülahmetoğlu karşıdan bizi ülkemizde 20 yanvar faciası gözleyir ve bütün ülkemiz, bütün halkımız, bütün sade halk o güne, o müqəddəs güne hazırlık gedir. Azerbaycan'da yani bize karşı tecavüz oldu, bize karşı ağır hadiseler törətdilər, 20 yanvar hadisesini törətdilər ve halkımız büyük itkiler verdi. Ama bu itkiler vermekle yanaşı halkımız sınmadı. Halkımız düşündü ki müstakil olmak bütün halklara şeref getirer ve o şerefli yolu bizim halk da seçti. 20 yanvarda şehitlerimiz oldu. Allah cem şehitlere rahmet eylesin. Ama bu günleri biz müstakillik kazandık. Dünya bize hesed aparır. Yani bir 10 milyonluk halk olarak dünyaya gösterdik ki biz eğilmez halkız. Bəli, 20 yanvar arkasıcan Qarabağdaki şehitlerimiz, bütün bunlar hamısı ülkemizin müstakil olmandan ötürü çalıştılar ve nihayette ülkemiz müstakillik kazandı. Cənab Prezident, size bir neçə dəfə müraciət eləmişəm. Yollarımız bərbad gündədir. Siz bilirsiniz ki, sadə halk her zaman sizin arxanızdadır. Bir kəlmə sözünüzə müharibə vaxtı gecə ilə halk ayağa durdu sizi dəstəkləmək üçün. Ama size ola bilsin bu məlumatlar yetişmir. Bizim yolumuz yoktu. 15 kilometrelik bir mesafede Savrad rayon Narlık kendi 15 kilometrelik bir mesafede yolumuz yok. Bak maşınlarda gelir, vəziyyət görünür. Ulu Önder Cənab Prezident, Qarabağda siz qələbəmizdən sonra Ulu Önderi xatırladınız ve millete xatırladınız ki mən xoşbəxt evladam ki ata vəsiyyətini yetirdim. Bəli, siz özünüz də kövrəldiniz, xalqı da kövrəltdiniz bu çıxışınızla ve bir daha xalqı özünüzə sevdirdiniz. Mən sizə bir yaddaş kimi bir məlumat verməliyəm. Savrad rayonu, Narlı kəndindən Savrad rayonuna gedəndə körpü salınıb, Kürçayın üstündən körpü salınıb. O rəhmətli Atuzun vəsiyyəsi idi. Ama ömrü vəfa eləmədi. Siz o vəsiyyəni yerine yetirdiniz. Körpü saldınız çayın üstüne. Ama bugün hayatta olmayan yaşlı insanların dediklerine göre bu yoldan Ulu Önder Lənkərandan Gəncəyə səfər ederken bir necə deyirlər, yaxın məsafəli yol seçip buradan gedib. Ama ben bugün de deyirəm, onun hayatta olmayan bir yaşlı insanın dediklerine əsaslanıram. Ve bu yoldan gedəndə de bu yolu aksaqqallara tapşırıb ki, bu çok strateji əhəmiyyətli yoldur. Bunu qoruyun, saxlayın. Biz qoruyub saxlamışıq. Bugün yol yerindədir, Cənab Prezident. Ama yol bərbad gündədir. Mənə elə gəlir ki, bütün evlatlar istəyər ki, ata vəsiyyətini yerine yetirsin. Ulu Önder'in bu vəsiyyətini de yerine yetirsin. Siz doğrudan da xoşbəxt evladsınız. Onsa xalq sizi xoşbəxt evlad sayır, gözəl prezident sayır. Ama mən sizden xahiş edirəm, Ulu Önder'in bu vəsiyyətini de yerine yetirin ki, bu yol çəkilsin. Bu yolu özünüzden başka hiç kimse etibar eləmiyor. Bak kış ayıdır. Gördüğünüz gibi bağçalar çukur, su, maşınların geçişi çok əziyyətli. En azından rayon rəhbərliyi kışa hazırlık kimi bu yola çıngıl tökə bilərdi ki, gidiş gəliş biraz asanlaşır. Çok təəssüf, Cənab Prezident, çok təəssüf. Ben sizden dönə xahiş edirəm, yaşlı insan kimi, şəhid ailəsi kimi, ben sizden xahiş edirəm. Siz hiç kese etibar eləməyin. Ancak ve ancak inandığınız adamlara etibar edin işleri ki neticede o size yalan danışmasın veya olmayanları demesin. Siz her defa deyirsiniz ki rayon başkalarından neyi soruşsam deyirlər ki her şey qaydasında yolunda. Çok tersi. Bugünkü gün bak bu milletin 4 şehidi olan bir balaca kendin
15 kilometre yolu bak bu vəziyyətdədir cənab prezident. Mən sizdən təkrar xahiş edirəm. Cəmaat adından, Narlı cəmaat adından, buradan Cavad kəndinə qədər 6 kəndli 22 min əhali adından sizdən xahiş edirəm. Çok xahiş edirəm. Bu yola bir əncam çəkin. Göstəriş verin. Hər kəs də səsini qaldıranda, yol tələb edəndə bütün məmurlar deyir ki, iş prezidentliyidir. Vəsait ayırsın, biz düzəldək. Mən sizdən xahiş edirəm. Bu söz söhbəti kəsmək üçün vəsait ayırın, bu yol çəkilsin, cəmaat rahatlıq tapsın. Sizə qabaqcadan təşəkkür edirəm. Təşəkkür edirəm. Xalqımız adına, cəmaatımız adına sizə təşəkkür edirəm. Və ümid varım ki, inşallah bu səsim sizə yetişəndən sonra bu yol çəkiləcək, bu yola əncam çəkiləcək. Mən bu danışıqlarımı xəbər agentliklərindən xahiş edirəm, ölkəyə yaysın, lazım olan insanlara yaysın. Qabaqcadan da bütün xəbər agentliklərinə öz təşəkkürümü bildirirəm. Çox sağ olun, ümidlə, böyük ümidlə sizdən ayrılıram. Sağ olun.